Getməyinə gedirəm, amma bu nə hayküydü. Yolumuz hava limanınadır. Yanımda ora qədər gələn, qucaqlayan, arxamca əl eləyən, hətta gedəndən sonra hara çatdın yaz deyən dostlarım var. Ruh yüksəkliyi içində məni yola saldılar. Mən isə cəmi 1 aylıq gedirəm. Getdim. İlk dəfədir ki, tək uçuram. Yanımda heç kim yoxdur. Özümü hansısa macəra filminin əsas qəhrəmanı kimi hiss eləyirəm. Böyük İstanbul Sabiha Gökçən hava limanında ilişib qalmışam. Reisim gecikir. Mən isə terminalda o yan bu yana gəzirəm. Ətrafda müxtəlif millətlərdən insanlar var. Bəziləri ilə hətta söhbətləşirik. Sonra təsadüfən bir uşaq gəlir və mənlə oynamağa başlayır. Artıq o qədər də tək olmadığımı başa düşürəm. Amma getmək vaxtıdır. Nəhayət təyyarədəyəm. Səmaya baxıram. Mənzərə möhtəşəmdir. Amma gecikmə müddətinin yorğunluğu var. Və budur, Tiranaya çatdım. Təyyarədən enib baqajımı götürürəm. Bizimkiləri görməyin qucaq dolusu sevincini və pozitiv enerjisini yaşayıram. Hər şey qaydasındadır. Getdik gəzməyə. Əgər bu videonun sona kimi izlədinizsə, qarşıdakı Albaniya və Montenegro vloqlarını qaçırmaq istəməzsiniz məncə. Görüşərik.